çimərliklərlə yanaşı ölkə ərazisində belə ictimai çimərliklər də fəaliyyət göstərir. Bura giriş ödənişsizdir. Bəs görəsən burada vətəndaşlara hansı xidmətlər təqdim olunur? Avtomobillər üçün parklanma yeri, çətirlər, masalar, oturacaqlar və s. Ən əsası da giriş və bütün bu sadaladıqlarımız tamamilə ödənişsiz. İctimai çimərliklərə vətəndaşları cəlb edən məqam bəlkə də elə budur. Yaradılan şərait və müxtəlif xidmətlər. Dəniz burada çox gözəldir, rahatdır və təmizdir. Yem dəyişmə otaqları kifayət qədər var. Qum da yaxşıdır, şərait yaxşıdır. Pulsuz olmağı da laf yaxşıdır. Çox yaxşıdır, hər şey pulsuzdur, şərait də çox yaxşıdır, təmizlik də yaxşıdır. Yeri sakinlərlə yanaşı, əcnəbi turistlər də çox vaxt ictimai çimərliklərə üst tuturlar. İkinci həftədir ki, buradayıq. Çətirlər pulsuzdur, əl-üz yuma yerləri də var. Geniş avtomobil dayanacağı da mövcuddur. Təmizlik işləri aparılır. Hər səhər gələndə görürük ki, çimərlik çox yaxşı təmizlənib. İctimai çimərliklərdə istirahət edənlərin rahatlığı üçün müxtəlif imkanlardan biri də məhz belə geyim dəyişmə otaqları, duşlar və digər xidmətlərin təqdim olunmasıdır. Həmçinin çimərlikdə təhlükəsizliyin təmin olunması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə nəzarət edirlər. Xilasedicilər xüsusilə uşaqların nəzarətsiz dənizə daxil olmamasını, müəyyən edilmiş sərhədlərin keçilməməsini tövsiyə edirlər. Həmçinin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunur. İstirahətinizə maraq qatmaq üçün belə dincəlmə zonalarına yaxınlaşaraq həm yemək yeyə, həm də maraqlı söhbətlər eləyə bilərsiniz. Belə oyun meydançalar da var ki, bura yaxınlaşaraq müxtəlif oyunlar oynaya bilərsiniz. İctimai çimərliklərdə belə tullantı qabları da yerləşdirilib ki, bu da ətraf mühitin qorunmasına xidmət eləyir. İstirahətiniz bitdikdən sonra tullantılarınızı bura atmaq tövsiyə olunur. Bütün bu imkanlar vətəndaşların çimərlikdən daha səmərəli istifadə etməsinə şərait yaradır. İstirahət üçün ictimai çimərlikləri seçənlərdən tələb olunan isə bu məkanların təmizliyinə riayət etməkdir. Jalə Gözalova, Sədrəddin Mirzəyev, Teli Səhər.